Beləliklə, Aliyevin qızı Paşanın dəstəyi ilə fəaliyyət göstərən Aydiyanın pərdəsi altında Mehribanın təşəbbüsü ilə yaradılmış dostu təbliğ edir. Bütün bu məlumatlar göstərir ki, Aliyevlərin ailəsi idarə etmə sistemi gələcək seçki prosesləri ilə bağlı ciddi dəyişikliklər tendensiyası daşımır. Əksinə görünən odur ki, ağır sosial şəraitdə yaşayan azərbaycanlıların səsini qazanmaq üçün sosial-humanitar alətlər məhz bu məqsədlə seçilib. İlk növbədə Mehriban Aliyevanın reytingini təmin etmək üçün dost mərkəzlərinin yaradılması ilə bağlı onun ünvanına səslənən təriflər və məhdudiyyətlər sosial, təhsil və humanitar sahələrdə Aliyevanın fəaliyyəti göstərir ki, atasının nəslinin təsiri ilə ictimai həyatı özünəməxsus şəkildə idarə etmə niyyəti realdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda hazırda hakimiyyətin transformasiya prosesi gedir. Yəni, Mehriban Aliyeva hələ də Naxçıvan klanına elindən olan dövlət işlərini Paşayevlər qanadına ötürülməsinə rəhbərlik edir.